Salam değerli tələbələrimiz. Bugünkü mövzumuz to be haqqındadır. Növbəti dərsimiz. İlkin olaraq onu bildirmək istərdim ki, to be olmaq deməkdir. Burada to məq, be ol feilidir. Birlikdə to be olmaq deməkdir. To be'nin də formaları var. İndiki zaman am, is, are, keçmiş zaman forması was, were, gələcək zaman forması shall be, will be. Okay. Onu ilkin olaraq vurgulamaq istərdim ki, to be'nin formaları ilə qəti şəkildə feil olmaz. Bunu bildirəcəyik. Yəni to be'dən sonra feil qəti şəkildə olmaz. To be'nin iki formaları am, is, are. Bunlara bir-bir baxaq. Əvvəlcə şəxs əvəzliklərinə baxırıq. I, mən, you, sən, he, o kişi cinsi, she, o qadın cinsi, it, o orta cins, we, biz, you, siz, they, onlar. Şəxslərə görə I ilə həmişə am olur, you ilə are, he ilə, she ilə, it ilə is, we ilə are, you ilə they, they ilə are olur. Məsəl üçün, I am a student, mən şagirdəm. Artiklı təki bildirir. Bu baxımdan I am a student, sən şagirdsən, you are a student, o şagirdir, he is a student, qadın cinsində she is a student, orta cinsə it is a pen. Çünki pen nə baxımdan dedik? Çünki cansızda orta cinsi pen deyə bilərəm, cansızda student deyə bilmərəm. We are students, artıq are varsa, cəmi bildirdiyi üçün ismimin sonuna s verirəm. Sonra you are students s verdim, they are students. Tamam. Burada digər məsələ, həmişə yadda saxlayın. Eynən an artiklı olan yerdə isimim s ilə olmaz. Yəni isimim cəmlənməz. Artiklı varsa təki bildirir. İnkarda da I am not student, yəni əmzardan sonra sadəcə olaraq not hissəci gələcək. You are not student, he is not student, she is not student, it is not a pen, we are not students, you are not students, they are not students. Bir şey yadda saxlayın ki, həmişə I ilə am işlənir, he-də, she-də, it-də təklərlə iz işlənir, qeyd etdiklərimiz, we-də, you-da, they-də isə həmişə are işlənir. İnkarda vurğuladığımız kimi özündən sonra not hissəci gəlir. Sualda da yenə əmzar çıxır qarşı. Am I a student? Mən şagirdəm. Sual versən üzü. Are you a student? Sən şagirdsən. Is he a student? O şagirddir. Is she a student? O şagirddir. Qadın cinsi. Is it a pen? O qələmdir. Sual veririk. Are we students? Biz şagirdlərik. Are you students? Sizlər şagirdlərsiz. Are they students? Onlar şagirdlər. Sual verilir. Digər burada formalar. Short forms, qısa formalar var. Baxın, burada qeyd edirəm short form. Bu nə deməkdir? Əmin qısa forması apostrof mu? İsin qısa forması apostrof is. Arın qısa forması apostrof r kimi. Məsəl üçün, burada mən şagirdəm. I am a student. Qısa formada I am apostrof is student. Sən şagirdsən, you are a student və yaxud da you are students. O şagird, he is a student və yaxud da ki, apostrof is student. Is əvvəl də vurğuladığımız kimi, hansı ki burada he-də, she-də, it-də, yəni təklərlə iz işlənirdi. Düzdürmü? Burada qeyd etmişdik şəxs əvəzi. Eyni zamanda is tək isimlərlə işlənir, are da cəm isimlərlə, hansı ki şəxslərdə hansılarına işlənirdi? You-la, we-la, they-la. Yəni bunlardan sonra nə olurdu? Are. Çünki cəmlərlə də are işlənirdi. Burada da baxsam is tək isimlərlə, are cəm isimlərlə işlənir. Məsəl üçün, demək istəyirəm, mənim kitabım qırmızıdır. Burada bildirəm, my book is red. Çünki mənim kitabım təkdir, ona görə iz verirəm. Mənim kitablarım qırmızıdır desəm, artıq kitab cəm olduğu üçün are verəcəm. Burada təkdir kitab. Burada kitablar artıq cəmdir, ona görə are verəcəm.
Maşın böyükdür, car is big. Çünki car təkdədir. Maşınlar böyükdür, cars are. Çünki cəm olduğu üçün are. Digər mənası ikisinin də mənası dırdır mənasını verir. Sadəcə tək isimlərlə is, cəm isimlərlə are işlənir. Növbəti keçdik to be-nin keçmiş formasına. Hansı ki orada əvvəlcə vurğulayırdıq. I am a student, mən şagirdəm. Keçmiş forması da was, were. Məsəl üçün, I am a student, mən şagird idim. You were a student, sən şagird idin. He was a student, o şagird idi. She was a student, o şagird idi. It was a pen, o qələm idi. He were students, biz şagird idik. Cəmdə es verdim. You were students, siz şagird idiniz. They were students, onlar şagird idilər. Yəni bir növ burada məntiqlə onu vurğulasaq, onu deyə bilərik ki, burada sadəcə onu bildirə bilərik ki, burada hansı ki amiz are indiki zamanda olan dəyişir was olur, are da dəyişir were olur cəmlər. İnkarda da not hissəciyi verirəm. Sadəcə özündən sonra not hissəciyi. I wasn't a student, mən şagird deyildim. You were not a student, sən şagird deyildin. He was not a student, o şagird deyildi. She was not student, qadın cinsində o şagird deyildi. It was not a pen, o qələm deyildi. We were not students, bizlər şagird deyildik. You were not students, sizlər şagird deyildiniz. They were not students, onlar şagird deyildi. Sualda da, inkarda da özündən sonra not hissəciyini verim. Sual formasında bildiyimiz kimi was-ı çıxacaq qarşıya. Məsəl üçün, was I a student, mən şagird idim. Sual. Were you a student, sən şagird idin. Was he a student, o şagird idi. Was she a student, o şagird idi qadın cinsində. Was it a pen, o qələm idi. Were we students, biz şagird idik. Were you students, sizlər şagird idiniz. Were they students, onlar şagird idi. Yəni bir növ amiz are indiki zaman, is are indiki keçmişi də nə oldu? Was, were. Deyilişinə diqqətlə baxın. Am, is, are, was, were. Yəni əgər o yadda qalırsa bunları qeyd edin. Keçdik indi bunların digər formasına. Forması hansılardır? Bir daha baxaq burada. Gələcək zaman formasında əvvəldə vurğuladığım kimi shall be, will be. Bu da olacaq mənasını verir. Məsəl üçün, yenidən nümunələrə baxaq. I shall be, will be. Mən deyə bilərəm ki, mən şagird olacağım. I shall be a student deyə bilərəm. I will be a student deyə bilərəm. You will be a student, sən şagird olacaqsan. He will be student, o şagird olacaq. Kişi cinsi, she will be student, o şagird olacaq. Qadın cinsi, it will be a pen, o qələm olacaq. We shall be students və yaxud da ki, we will be students. You will be students, sizlər şagird olacaqsınız. They will be students, onlar şagird olacaq. Burada təbii ki, diqqətinizi çəkdi ki, müəllim nə üçün ayda shall be də yazmışsınız, will be də yazmışsınız. Bəzən uşaqlar ayda və will-də həm shall be və eyni zamanda da will be də işlənə bilər. Yəni ikisindən biri işlənə bilər. Amma son zamanlarda demək olar ki, hamısında will be işlənir. İnkarda da mən şagird olmayacağım. I will not be student. Sən şagird olmayacaqsan. You will not be student. O şagird olmayacaq. He will not be student. Qadın cinsində she will not be student. Orta cinsdə it will not be student. We will not be student. Biz şagird olmayacağıq. You will not be students. Siz şagird olmayacaqsınız. They will not be students. Onlar şagird olmayacaqlar.
Sualda da təbii ki, willlər çıxacaq qarşıya. Yəni willlər çıxacaq. Hansı ki, to-be-də forması əmzar çıxdı qarşıya. Keçmişdə də was were. Gələcəkdə willlər çıxır. Sual verim. Will I be student? Mən şagird olacağam. Will you be student? Sən şagird olacaqsan. Will he be student? O şagird olacaq. Sual. Will she be student? O şagird olacaq. O qadın cinsi. Will it be pen? O qələm olacaq. Will we be students? Biz şagird olacağıq. Sual. Will you be students? Siz şagird olacaqsınız. Sual. Will they be students? Onlar şagird olacaq. Sual. Burada digər məqamda yazmışam. Bəzən tələbələrin verdiyi sual. Burada rast gəlir ki, müəllim, biz will shall-də görürük, will be shall-i də görürük. Bunu zamanla qarışdırmayın. Will ilə shall acaq-əcək mənasını tərcüməni verir. Will be shall-i isə olacaq mənasını. Tamam mı? Məsəl üçün, burada biz vurguladıq ki, əmzardan, əmdən, izdən, ardan, was-dan, were-dən, rather-dan, shall be-dən, will be-dən, yəni to-be-nin bütün formalarından sonra feil gələ bilməz. Nə olmaz? Yəni feil gəlməz. Çünki o baxımdan ki, baxaq burada, I will be student, mən şagird olacağam. Görürsün uşaqlar, mən yaxşı şagird olacağam. Görürsün isim gəlib. Amma will-dən, shall-dən sonra feil gəlir. I will go to park, mən parka gedəcəyəm. Növbəti suallarımıza baxırıq burada. Növbəti suallarımız special questions, xüsusi suallar. Ən çox işlənənlər what, nə, why, niyə, where, hara, who, kim, how, necə, how old, neçə yaş, how tall, nə hündürlükdə, how long, nə qədər müddət, zamanın müddətini bildirir. How much, neçəyə, nə qədər pul və zamana aiddir. How many, nə qədər, how weight, nə çəkidə. Biz bildirmişdik ki, həmişə sual formasında am, is, are, was, were, shall, be, will be çıxır qarşıya. Tamam mı? Təbii ki. Amma lakin cümləmizdə xüsusi suallar olan zaman ilk öncə xüsusi suallar, bu suallar çıxır qarşıya. Sonra gəlir to-be-nin formaları, yəni köməkçilər, yəni birinci olaraq bu gəlir, ikinci olaraq köməkçi. Burada nümunələrdə göstərmişik. Məsəl üçün, burada desəm sənin dostun tələbədir. Sual verim. Is your friend a student? Çünki əmzarda is çıxır qarşıya. Amma desəm sənin dostun haradadır? Birinci where xüsusi sual gəlir. Çünki düsturda dediyimiz kimi. Where'miz var. Avtomatik birinci gəlir. Is köməkçimiz var. To-be-nin forması is. Your friend-dəki isimində normal gəlir. Sonra are you friends student? Sənin dostların şagirdlər. Nəyə görə də burada are verirəm sual forması? Çünki dostlar cəmdə olduğuna görə are verdim. Desəm sənin dostların haradadır? Where. Çünki suallar birinci gəlmişə. Are köməkçimiz, your friend ismim. Yəni are you student? Sən tələbəsən, are çıxır qabağa. Desəm sən haradasan? Where birinci gəlir. Are you. Çünki dediyim kimi birinci sualda gəlir xüsusi suallar. İkinci köməkçilər, ardıcanda bildiyimiz cümləmiz. Uşaqlar, hər birinizə bir də tələbələr uğurlar arzu edirəm. Hər hansı bir sualınız olarsa çəkinməyin, bildirin.